Herkese salam. Bugün sizlerle birlikte 6-cı sinif dərsi 2-ci hissədən olan tapşırıqların izahına baxacağıq. Səhifə 107-dən başlayaq. Məsələdə deyir ki, torbada bir qırmızı, bir yaşıl, 2 qara və 2 göy top var. Torbadan təsadüfən bir top çıxarılır. Hadisələrin eyni imkanlı olub-olmadığını müəyyən edin. Ümumiyyətlə ehtimalı biz əlverişli hal bölünsün ümumi halından tapırıq. Əlverişli hal bölünsün ümumi hal. Ümumi hal baş verə biləcək bütün hallar götürülür. Əlverişli hal isə bizə lazım olan hallar götürülür. Məsələn, A variantında deyir ki, çıxarılan top qırmızıdır. Ümumi 6 top varsa, deməli bu ehtimalın ümumi halı 6-dır. Çıxarılan top qırmızı deyirsə, əlverişli hala qırmızı topların sayını yazacağıq. Burada da göstərilib ki, bir qırmızı top var, onda ehtimalımız 6-da 1 olacaq. Daha sonra çıxarılan top yaşıldır deyir. Yenə də torbada ümumidə 6 şar olduğuna görə ümumi hala yazırıq 6. Çıxarılan top yaşıldır deyirsə, əlverişli hala yaşıl topların sayını yazacağıq. Bu da 1-dir. Və görürük ki, bunlar bir-birinə bərabərdir. Deməli, A variantında hadisələr eyni imkanlıdır. Daha sonra keçirik B variantına. Deyir, çıxarılan top qaradır. Yenə torbada ümumidə 6 top olduğuna görə ümumi halımız 6 olur. Çıxarılan top qaradır. Qara topların sayı da 2 olduğuna görə surətə yazdıq 2. Çıxarılan toplar göydür deyir. Yenə də ümumi halımız 6-dır. Göy topların sayı da 2 olduğuna görə surətə yazdıq 2. Və görürük ki, bunlar da bir-birinə bərabərdir. Deməli, çıxarılan topların qara və çıxarılan topların göy olması da eyni imkanlı hadisədir. Daha sonra C variantı gəlir. C variantına deyir ki, çıxarılan top yaşıldır. Ümumi halımız 6, əlverişli halımız yaşıl topların sayı, yəni 1. Çıxarılan top qaradır deyəndə ümumi halımız 6. Qaradır dediyinə görə qara topların sayını yazacaq, bu da 6-da 2. Bunlar isə bir-birinə bərabər deyillər. Ona görə deyəcəyik ki, bu hadisələr eyni imkanlı deyil. Daha sonra gəlir 5-ci məsələ. 5-ci məsələdə deyir ki, kartları üzü aşağı düzüb birini açdılar. Açılan kartdakı ədədin. Kartlarımız da verilib bizə 0, 4, 6, -2 və -8 ədədləri var kartların üzərində. Müsbət ədəd olması hadisəsi ilə mənfi ədəd olması hadisəsi eyni imkanlıdırmı? Baxaq. Ümumilikdə bizim 5 kartımız var, onda ümumi halın yerinə yazacağıq 5. Əlverişli halın yerinə isə nə yazacağıq? Müsbət ədədlər 4 ilə 6-dır, yazacağıq 2. Daha sonra mənfi olması deyir. Yenə əlverişli halımız 5-dir. Mənfi ədədlərimiz isə -2 ilə -8-dir. Burada 2 yazacağıq. 0 isə nə müsbət, nə də mənfi ədəd olduğuna görə ona heç nə yazmayacağıq. Deməli, çıxarılan kartın müsbət və ya mənfi olması hadisəsi eyni imkanlıdır. Daha sonra bu oldu birincisi. Daha sonra ikincisinə baxaq. Tam ədəd olması yəqin, mümkün olmayan, yoxsa təsadüfi hadisədir. Baxırıq ki, burada kartlarda 0, 4, 6, -2, -8. Hər biri tam ədəd olduğuna görə çıxartdığımız kart nə olursa olsun üzərindəki ədəd də tam ədəd olacaq. Deməli, bu yəqin hadisədir, yəni mütləq baş verəcək hadisədir. Daha sonra üçüncüsü. 3-ə bölünən ədəd olması yəqin, mümkün olmayan, yoxsa təsadüfi hadisədir. Kartların üzərinə baxsaq, burada yalnız 6 3-ə bölünəndir. Deməli, bu təsadüfi hadisədir. Yəni, hər birində yoxdur, amma baş verə də bilər, baş verməyə də bilər. Ona görə buna deyəcəyik təsadüfi hadisə. Daha sonra gəlir 4-cü. Tək ədəd olması yəqin, mümkün olmayan, yoxsa təsadüfi hadisədir. Baxaq, tək ədəd. Biz yalnız müsbət ədədlərin təkliyinə və cütlüyünə baxırıq. Kartlarımız bu şəkildədir. Deməli, bu kartlara baxmayacağıq. Yerdə qalacaq 4 ilə 6. Bunlar da hər biri cüt ədəddir. Deməli, çıxarılan kartın tək ədəd olma ehtimalı yoxdur. Ona görə bu da olacaq mümkün olmayan hadisə. Daha sonra gəlir 6-cı. 6-cı sual deyir ki, spinnerin əqrəbi fırladılır. Əqrəbin hansı hissələrdə dayanması hadisəsi eyni imkanlıdır. Görürük ki, burada bir qırmızı, bir mavi, bir yaşıl və 3 sarı bölgü var.
Deməli, eyni imkanlı sayları eyni olanlar arasında olacaq. Yəni, qırmızı, mavi və yaşıl üzərində dayanması eyni imkanlıdır. İkincisində soruşur ki, əqrəbin qəhvəyi rəngli hissədə dayanması hadisəsi mümkündürmü? Bu hissədə qəhvəyi rəng olmadığına görə spinnerin qəhvəyi rəng üzərində dayanması hadisəsi qeyri-mümkündür və ya mümkün olmayan hadisədir. Sonra gəlir digər səhifədə birinci sual. Birinci sualda bizdən hadisələrin tezliyini soruşur. Hadisənin tezliyini necə tapacağıq? Ümumi yoxladığımız hadisələrin sayını məxrəcdə yazacağıq və bizə neçəsi baş veribsə, onları yuxarıda yazacaq. Ümumi düsturumuz n bölünsün n şəklində olacaq. Məsələn, A variantında deyir ki, metal pulu 50 dəfə atdıqda, ümumilikdə 50 dəfə atdıqlarına görə məxrəcə 50 yazacağıq. 27 dəfə xəritə üzü düşüb deyirsə, onda surətə 27 yazacağıq. Bunu da hesablasaq 0,54 eləyir. Deməli, hadisənin tezliyi %54-dür. B variantında nə deyir? Sarı, mavi və qırmızı hissəyə bölünmüş spinnerin əqrəbinə 60 dəfə fırlatdıqda 24 dəfə qırmızı hissənin üzərində dayandı. Yenə, ümumi 60 dəfə fırladıbsa, məxrəcə 60 yazacağıq. 24 dəfə qırmızı üzdə dayanıb deyirsə, yuxarıya da 24 yazacağıq. Bunlara 6-yə ixtisar aparsaq, yuxarıda 4, aşağıda 10 qalır. Bu da 0,4 eləyir. Deməli, B variantında da hadisənin tezliyi 0,4 olacaq.